Dostlar salam, biz hazırda hardayıq? Biz Biləsuvar şəhərindəyik. Biləsuvarın tanınmış simalarından biri olan, onun yazdığı şeirlər nəğməyə dönür və dillər əzbər olur. Bu günləri Səlamət müəllimlə bərabərik. Səlamət müəllim, Allah sizə can sağlığı versin. Bu yazmışsınız, ömür hara tələsir. Tələsir də. Ömür hara tələsir. Və həmin o mahnının, o sözlərinin müəllifi Səlamət müəllimdir. Allah can sağlığı versin. Mənim sağ olun, minnətdaram. Biz başqa profil üzrə çəkilişə gəlmişdik, amma burada görüşdük Yağmur müəllimlə. Çox dəyərli dostumuzdur, gözəl jurnalist, gözəl ürəyə, gözəl qələm olandır. Amma qaldı ki, illər tələsirsə də, təki bu illər bizə saadət gətirsin, sülh gətirsin, əmin-amanlıq gətirsin, xoşbəxtlik gətirsin, səmiyyət gətirsin. Ona görə narahat olmağa dəyməz. Allah can sağlığı versin. Bəli, mən bilən o əvvəl muğam şəklində oxunmuşdu. Yox, o sonra Əlikram müəllim oxudu. Yox, əvvəl Əlikram müəllim oxumuşdu, başqa templi idi. Sonra Vüsal Biləsuvarlı onun ritmi dəyişib, başqa aranjman elədi. Ondan sonra artıq oxumayan yoxdur, hamı oxumur. Maşallah, toylarda, şənliklərdə, hər yerdə Allah sizə can sağlığı versin, Allah ömrünüzü uzun eləsin. Əlikram müəllim də əsəbləşdi. İndi təzəliklə başladı. Bir dənə də indi Allah qoysa uzaq başı. Yəqin ki, bir həftəyə zada onu oxşar bir yaşam mahnımız hazırdır. Elə bir, yəqin ki, o da sevilir inşallah. Siz nə yazmışsınızsa, yazdığınız o şeirlərə, hansı mahnılar bəstələnibsə, hamısı dillər əzbəri olur, hamının ürəyinə yol tapıb. Allah sizə can sağlığı versin. Bugün bizim üçün böyük bir şərəfdir ki, sizin kimi o qələm əhli ilə görüşürük, həm söhbət oldu. Çox sağ olun, var olun. Nə yaxşı ki, Azərbaycanımızda sizi kimi dəyərli insanlar var. Təşəkkür, Yağmur müəllim, minnətdaram. Sağ olun, Allah kömək olsun. Çox sağ olun. Belə dostlar.